Salam dəyərli müdavimlər və əziz abituriyentlər. Bu videoda sizlərə göyərçin məsələlərini ən asan və ən rahat yolla necə həll etməlisiniz, onun üsulunu göstərəcəm. Biz bilirik ki, göyərçinlər, yəni quşlar, sürünənlər və bəzi kəpənəklər dişi heterogametliyə malik canlılardır. Yəni dişiləri XY, erkəkləri isə XX xromosom, cinsi xromosom dəstinə malik olur. Ona görə də bu cür məsələlərdə qamet və yönəlci cisimciklərin sayını tapmaq üçün nə edirik? Bilirik ki, yetişmə zonasına bir dənə hüceyrə daxil olanda sonda 4 dənə hüceyrə yaranırdı dişilərdə. Bunlardan biri qamet olurdu, digəri isə yönəlci cisimcik. Mən qameti birin iri çəkirəm, yönəlci cisimcikləri isə daha kiçik formada. X və Y meyoz bölünmə zamanı hərəsindən 2 ədəd yaranacaq. Ola bilər ki, qametə X düşsün, ola bilər Y düşsün, fərqi yoxdur. Amma yenə də 2 dənə X, 2 dənə də Y yaranır. Bu cür də ola bilər. Y bu formada düşər. Yönəlci cisimciklərdən isə 2x olar. Bunu başa düşdük. İndi baxaq məsələmizə. Məsələmizin üzərində göstərmək istəyirəm. Aha. 30 dənə hüceyrə daxil olubsa, məsələ 125-ə baxırıq. 30 dənə qamet yaranacaq. Bu 30 qametin 25-i Y-dir. Mən bura yazıram 25Y. Deməli, neçə dənə X olur? 5 dənə X qamet olur. Bura qametə aid olanları yazıram. Qamet. 3 dənə də yönəlci cisimcik olurdu. Düzdür? 25Y isə 25Y bura yazacağım 2 dənə Y. 25X, 25X. 2 dənə X. Aşağıda 5X, 5Y, 5Y. 2 dənə X, 2 dənə də Y oldu. Bu tərəfdə aid olanlar isə olacaq yönəlci cisimciklər. Bizdən nəyi soruşur? Y yönəlci cisimcikləri. Y yönəlci cisimciklər bir budur. 2 dənə də budur. Neçə elədi? 25, 10, 35. Deməli, 35 dənə Y yönəlci cisimcik vardı. İndi növbəti məsələyə baxaq. Ekranı təmizləyim. Yetişmə zonasına 30 dənə hüceyrə daxil olub, yazdım bura. Deməli, 30 dənə qamet yaranacaqdı. Həmin 30 qametdən 25-i Y-dir. Yazdım 25Y. X qamet nə qədər olacaq? 5 dənə də X qamet. Bunu bu tərəfə yazıram. İndi yönəlci cisimcikləri yazıram. 25Y, 25X, 25X. Başqa ədəd ola bilməz, çünki hərəsindən eyni formada yaranır. 5X budursa, 5X bura düşəcək. 5Y, 5Y. Bizdən nəyi soruşur? X yönəlci cisimciyin sayını soruşur. X yönəlci cisimcik bir budur. Bir də bunlardır. Toplasaq 55 X yönəlci cisimcik olacaqdır. Ümid edirəm ki, bura qədər aydın oldu. Növbəti məsələmizə də baxaq. Ya da növbəti məsələni siz yazın. Mən sizə başqa bir 129-a baxaq. Bunu izah edeyim. Yetişmə zonasına 40 ədəd hüceyrə daxil olubdur. Deməli, 40 ədəd qamet yaranacaqdır. Bunun 10 dənəsi X qametdir. 40-dan 10'u X-dirsə, 30'u Y-ə düşəcək. Bu qametlərdə indi yönəlci cisimcikləri yazıram. 10X, 10Y, 10Y. 30Y, 30X, 30X. Bu hissələrdə olanlar da yönəlci cisimciklərdir. Bizdən nəyi soruşur?
Y yönəlci cisimciyi soruşur. Bunlar bir də budur. Eləyir 50. Y yönəlci cisimdir. Ən asan, ən rahat üsul bu formadadır. Əlavə sualınız olarsa verə bilərsiniz. Hələlik.